Teatr sinkretik sənətdir. Teatr rejissorun, aktyorun, rəssamın və bəstəkarın birgə yaradıcılığının məhsuludur. Teatrın növlərindən biri musiqili teatrdır. Musiqili teatra opera, operetta, balet, pantomima aiddir. Opera, solo və xor oxumalarını, simfonik orkestri, təsviri incəsənətin elementləri olan dekorasiya, kostyumları özündə birləşdirir. Opera İtaliyada yaranmışdı. Bu hadisə Florensiyada yaranan Camerata d'Arte adını daşıyan yaradıcılıq birliyi ilə bağlıdır. İlk opera Dafna adlanır və bizim dövrə çatmayıb. İlk bizim dövrə çatan opera 1600-cü ildə yaradılmış Orfey və Evridika operasıdır. İlk dəfə Florensiyada yaranan opera janrı daha sonra İtaliyanın başqa şəhərlərində, Venesiyada, Romada, Neapolda yayıldı. Opera janrının inkişafında ən mühüm hadisələrdən biri opera teatrlarının yaranması oldu. İlk opera teatrı Teatro San Cassiano idi və 1637-ci ildə Venesiyada açılmışdı. İlk opera klassiklərin arasında Monteverdinin adını qeyd etmək olar. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Neapol şəhəri İtaliyanın opera mərkəzinə çevrilir. Bu dövrdə Neapolda operanın iki növü yaranır. Opera seria, yəni ciddi opera və opera buffa, komik opera. Belə tamaşalar zamanı dəbdəbəli bəzəklərdən istifadə olunurdu. İtaliyada yaranan bu janr digər ölkələrdə yayıldı. İngiltərədə, Almaniyada, Fransada tamaşaya qoyulan ilk operalar İtalyan operalarının təsiri altında yaranmışdı. Lakin Fransada digər ölkələrdən fərqlənirdi. Qeyd etmək lazımdır ki, Fransız operasının ən görkəmli nümayəndəsi Jean-Baptiste Lully olmuşdu. Balet janrı. Balet xoreografik tamaşa idi. Burada musiqi, rəqs, təsviri incəsənətin elementləri sıx bağlı idi. Əvvəllər balet çox ədəbli saray şənliklərinin tərkib hissəsi olmuşdu. Lully'nin, Mon'un opera baletləri, Malierin komediya baletləri və s. bura daxil idi. Balet əsasən müəyyən sujet əsasında hazırlansa da, sujetsiz baletlər də var idi. Baletdə klassik və xarakterik rəqslərdən istifadə olunurdu. Bu sənət növündə pantomimada mühüm yer tuturdu. Pantomimada aktyorlar qəhrəmanların hisslərini rəqslər, musiqilər, mimikalar vasitəsilə çatdırırdı. Baletin müxtəlif növləri var idi. Klassik, dram balet, sujetli balet, balet simfoniya və qəhrəmani baletlər. 20-ci əsrdə caz balet, modern balet də formalaşmağa başladı. Operetta. Operetta komik sujetlərə yazılırdı. Musiqi nömrələri isə operada olduğundan daha kiçik olurdu. Operetta yüngül, populyar xarakter daşıyırdı. Musical. Komik və dramatik musiqi əsəri idi. 19-cu əsrin axırında ABŞ-da, New Yorkda 1866-cı ildə yaranmış və ekranlaşdırılmışdı. Kabaret teatrı. Burada teatr forması, estrada və restoran mahnısı əks olunur. Avropada, xüsusən Fransada inkişaf edib məşhur əsərlər Qara pişik, Əyri güzgü və s. təşkil edirdi. Elə tarixdə ilk konservatoriyada bu şəhərdə açılmışdı.